Sənət dueti yoxsa dueli? Sənət dueti. Sənət dueti. Dərs vermək yoxsa dərs almaq? Dərs vermək. Dərs almaq. Oxumaq yoxsa yazmaq? Oxumaq. Təbii ki, oxumaq. Səhnə yoxsa studiya? Səhnə. Səhnə əlbət ki. Səyahət etmək yoxsa evdə istirahət? Evdə istirahət. Mənə görə evdə istirahət eləmək. Ənənəvi dəyərlər yoxsa yeni trendlər? Ənənəvi dəyərləri unutmamaq şərti ilə yeni trendlər. Ənənəvi dəyərlər. Danışmaq yoxsa dinləmək? Ən çox dinləmək, lazım olanda danışmaq. Dinləmək. Yemək yemək yoxsa yemək hazırlamaq? Yemək hazırlamaq. Hazırlamaq mənə görə. İstedad maneədir yoxsa azadlıq? Azadlıq. Çox vaxtı maneə olur. Amma əslində azad da olmalıdır. Hər zaman planlı qalmaq yoxsa axarına buraxmaq? Axarına buraxmaq. Dövrümüzə görə axarına buraxmaq. Ünsiyyət yoxsa qapalı olmaq? Ünsiyyət. Təbii ki, ünsiyyət. Yardım etmək yoxsa zamanı gözləmək? Yardım etmək. Gecikə bilərik. Yardım etmək. Xarakter yoxsa vərdiş? Xarakter. Vərdiş də xarakterdən yaranır da, yəqin ki, xarakter. Çətinlikləri qəbul etmək yoxsa aşmaq? Qəbul edib aşmaq. Qəbul etməsək aşa bilmərik. Onu qəbul eləməlisən ki, aşa biləsən.